Niyə görə bəzi insanlar dindar olsalar da sözü və ya inanclı olsalar da sözü önəmli deyil. Sual bu idi ki, mənə gəlmişdi ki, mən dindar birisiyəm, amma məni sevməyən birisi var. Mənimlə eyni dini bölüşmür. Dindar insana baxmayın. Mənəviyyatınız ortaq tərəfi olsun. Çünki bir insanın ritualları var, mənim namaz qıları, oruç tutar və ya da ildə müəyyən bir həcci var, həccinə gedər. Bu önəm daşımır. Bu onun şəxsi Allahla öz arasında olan məsələdir. Əsas mənəviyyat dərsləridir, mənəviyyat dəyərləridir ki, o ayaqüstə olmalıdır. Bu da çox önəmlidir. Bu, ailəni ayaqüstə saxlayan şeylərdən əsası da odur, kökü də odur. Çünki bu məsələlər insanı ayaqüstə saxlayır. Yoxsa gəlib deyirlər ki, biz bilmirik, oğlan belə dindardır, buna yaxın durun. Dindardırsa namaz qılır. Namaz qılan o deməkdir, yaxşı insan olmalıdır. Kərbalada 30 min insan namaz qıldı Həzrət Hüseyin başında kəsdikdən sonra. Yəni, bunlar hamısı göstərici deyil. Bir çox insanlar elə zərərləri namaz qılanların əlinə aldı. Və yaxud da ki, kilsəyə gedib, kilsə inancı olan insanlar var ki, kilsədən çıxandan sonra zahid çıxdı. Ona görə filan kəs kilsəyə gedir, məscidə gedir, onu aldanmayın. Baxın, görün, əxlaqi dəyərləri nə qədər ayaq üstədir bunun. Nə qədər gəlibsə ki, biz aşıqıyıq, mənə biləm, Allaha aşıq falan, bunlar pafosun sözləridir. Əsasən, Bismillahirrahmanirrahim deyib, həyatında mərhəməti yaşayıb, mərhəmətlə hərəkət edən adam varsa, bilin ki, bu insanla həyatınızı davam etdirə bilərsiniz.